Xahiş edirəm videonu sona qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Daxili İşlər Nazirliyinin, İctimai Təhlükəsizlik İdarəsinin keçmiş rəisi general-mayor Cavanşir Məmmədovun bacısı oğlu polis polkovniki Zaur İsayev Nizami rayonu 8-ci kilometr ərazisində narkotik satdırır. Az sonra onun özünə zəng edəcəm. O, Nizami rayon polis idarəsinin rəis müavinidir. Bu işi prezidentin əmlak məsələləri üzrə köməkçisi Kərəm Həsənovun birinci arvadının qardaşı, hazırda Qəbələ rayonunun polis idarəsinin rəisi olan Fəxrəddin Abbasovun rəhbərliyi ilə birgə həyata keçirirlər. Fəxrəddin Abbasov rayonda yabanı bitən, eləcə də özü tərəfindən becərilən narkotiki Bakıya tədarükünü təşkil edir. Onlar Kərəm və Malik Həsənov qardaşlarının başında dayandıqları narkotik biznesinin orta təbəqəli fiqurlarıdırlar. Onlara xidmət edən polis nəfərləri və narkokuryerlər var. Başlanğıcda adını çəkdiyim general-mayor Cavanşir Məmmədovun özünün Bakıxanovda otelə bənzər fahişəxanası var. Fahişəxananın elə əsas müştəriləri də polis əməkdaşları özləridirlər. Cavanşir Məmmədovun Bakıxanovda fahişəxanasından pul yığan şəxs pensiyaya çıxmış, polis əməkdaşı əslən Ağdamdan olan Elnur İsmayılovdur. Cavanşir Məmmədovun Fransanın Lyon şəhərində daşınmaz əmlak şirkəti var. Hətta dövlət pensiyaya göndərdiyi general-mayor Cavanşir Məmmədova əvvəllər vermiş olduğu 10AA022 dövlət nömrə nişanını ondan ala bilmədi. Cavanşir Məmmədov dedi ki, mən İlham Əliyevi qorumaq yolunda can qoymuşam. Quba İsmayıllı üsyanlarını yatırmışam. İndi ona nə imkanlar yaradıblar. Özü və qohumları Yağbal içərisində yaşayır. Narkotik satdıran Zaur İsayevə zəng edirəm. Bəli. Salam. Salam. Zaurdur. Bəli. İsayev. Nə lazımdır? Nömrənizi Fəxrəddin müəllim verdi Qəbələdən. Fəxrəddin müəllim Qəbələdən? Bəli. Yarım kilo mal lazımdır. Təşkil edə bilərsiniz. Söhbətin nədən getdiyini anladı. Telefonu məşğul verdi. Danışmadı. Danışardı da sən polis rəis müavinisən, mən sənə şübhəli yarım kilo mal lazımdır və s. deyirəm. Əslində sən məni danışdırmalıydın. Bu məsələ nədir? Kimlər narkotik satdırır? Mal nədir? Amma ki, telefonu məşğul verdi. Bu Zaurun pul yığanı isə əvvəllər polis əməkdaşı olmuş və pensiyaya çıxmış Rasim adlı şəxsdir. İndi onun özünə də zəng edirəm. Alo. Bəli. Rasimdir? Bəli. Zaur müəllimə çatacaq pul var. Verə bilərsiniz? Hə, problem deyil. Hə. Harada görüşə bilərik? Hansı tərəfə gəlməliyik? Bakıxanova gələ bilərsiniz? Bakıxanova? Bakıxanova hansı tərəfinə? Bu orada kafe var, Elm kafesi. Razinin özünə də? Aha. Siz konumaqdan mən gələm. İndi atarım, amma mən dəqiqləşdirmək istəyirdim də. Siz Rasimsiz də. Əvvəl polis olmuşsunuz. Bəli. Zaur müəllimə çatacaq pullar toplayırsınız da. Bəli. Aha. Yaxşı, indi atıram sizə konum. Hə, tələmə düşdü. Baş prokurorluqda dediyim kimi qeyrət varsa, bu cinayətin izinə düşər. Səs ortada, nömrəsini də buradan deyə bilərəm. Həmən şəxsdir, özü etiraf etdi ki, Zaur İsayevin pul yığanıdır. 055 782 21 80. Budur. Meydan, faktlar ortada. Gedin, cəzalandırın. Görəsən, baş prokurorluqda qeyrət olacaqmı? Bu cinayətin izinə düşər. Övladlarımızın zəhərlənməsinin az da olsa qarşısını ala. İnanmıram. Amma ayıbdır. Balalarımızı zəhərləməyin. Narkotik satışını dayandırın.